...2002-ci il dekabr ayının 27-sində təqdiminə başladığımız, 2003-cü il may ayının 30-unda davam etdirdiyimiz bir cinayət işinin xronikasına bugün yekun vururuq. İtkin düşmüş hesab edilən uzun müddət ərzində axtarışı səhhə aparılan qadın, qatili doğma oğlu olan məxsus müəyyən əşyaları və cinayət aləti hesab edilən soyuq silahı vaxtilə telefon ustası işlədiyi əraziyə getirir və yaşayış binasının bloklarından birinin zirzəmisində gizlədir. Sizin təklifinizlə gəlib çıxdıq Enzeyis qəsəbəsi, Marat Əmirxanov küçəsi, bina nömrə 19. Birinci ondan başlayaq. Bu yeri hardan tanıyır? Buradan danışın, xahiş edirəm, səsi ərazilərə baxırdım. Telefonları təmir edirəm. Deməli, bu binanın telefonları təmir edilmiş vaxtı. Ona görə bu binanı tanıyırsınız. Və deyin görək, anozun qətillərə qədər bura nə eləmişsiniz, nə getirmişsiniz? Bura anamın flaşını, flaşı, ayaqqabısını, vurduğum bıçağı, buradaki sumkasını gətirmiş. Salafana büküb atmışam. Nəyin içində gətirmiş? Salafanın içində. Salafanın rəngini deyil, yadınızdadır? Sarı salafan. Sarı salafana idi. Deməli, gətirdiniz bura. Rahatça gəldi. Ancaq o məqsədlə gəlmişsiniz gizlətməyə, yoxsa gəlmişsiniz işləməyə? Gəldik, sonra işləməyə. Sonra işləməyə. İndi göstərə bilər sara tullamısınız? Bəli, bəli. Baş yerəm üçün göstərin. Deməli, Təmiz salafan budur. Mən burada su biraz az idi, çox değildi. Düşdüm. yəni siz tullayanda su az idi. Bəli. O vaxtı da. Bəli, orada açıqlıqdı, oradan içəri girirdi. Və buradan elə, oradan yanıb, tulladım o tərəfə. O tərəfə O tərəfə tulladım, sonra gördüm getdi suyun altına. Siz onun içə nəsə qoymuşsunuz ki, suyun altına batsın? Yox, nə var elə özləri? Öz şeydir. Deməli, siz bunu bura gətirdiniz hadisədən neçə gün sonra? O birisi gün. Hadisənin səhəri gün. Yəni, asılan səhər günü gətirdiniz də. İndi biz açdıq onun içində istəyən şeylər çıxacaq. İndi salafan olsa çıxmalıdır. Həli. Salafan olsa. Həmin salafanı deyirsiniz də? Bu həmin salafan. Bəli, mən belə bükmüşdüm onu. Siz onu bura atanda siz kimsə o vaxtı görmədi burada? Məni belə monitör kimi tanıyırlar, heç kim limaniya vermir. Monitör kimi tanıyırlar. Siz o vaxt gələndə də bura bir açıq idi, yoxsa bu bağlı idi burada? Bu yox idi burada. Yox idi, indi qoydu. İndi belə bunu şeydə yığmaq var. Yok, çok çok. Çoktu. Əyilmiş. Çek. Qardan su mu? Çek. Elma. Bilməsən ayaqqabıları çəkərmə. Şimdi o yalansın. Ayaqqabıları çəkir, başlar çəkir. Bunu da şöyle geçir. Kulaklar. Bunları niye atmışsan böyle? Kulakları görmezsin. Hangi kulaklar? Kulaklar. Bu boş kulakları getirmiş. Sen çekirsen. Mesaj Bu boş kulakları niye getirmişsiniz? Yani orada izleden kaldı. Yani bu boş kulaklar, meyil koyulan kulaklara oxşar kulaklar idi. Fikirləşsiniz ki, bunu tapsalar evinizə. Sabah tapılanı deyərlər ki, eyni kulaklardır. Xaç edən bunların belə bir görün, bu kulakların içində başqa hiçbir şey yoxdur ki. Olmalıdır, manatın gəlir ki, ağırdır. Kaşlık. Hə? Diğer oradan danışın, səsi düşsün oraya. Kaçına bakın. Bəs niyə baxmıyorsun? Qaçına baxmamaz mıydı? Peki oradan yadigar bir şey qalmış. kalender. Bunun açık ölçüsünde ne var? Açıklarına göre orada ne var? Ve onu kim yandırır bu mektubu?
Hə? Bilmirsin yandırıb? Yox, yana bax. Heç nə yoxdur, boşdur. Kağıt. Yanmıyor. Sürüyüb bəlkə də qoyur. Yazılar oxunur. Hə? Yazılar oxunur. Yazılar oxunur. Hansı elma götürmək lazım? Bloknotdur, yox, bloknotdur, məktubdur. Bu da ne var? Kubanov var, siz buyurun. Hə? Bu da viziti karşıladı, hele böyle bir şey var. Değme, koy kalsın üstüne. Bunu koy kalsın üstüne, ele götürmeye lazım olur. Kubanov. Buradan bile danışın göre, bu eşyaların hamısını buraya neye getirmiştir? Gizletmeye. Əgər Heydər İlkin öz doğma anasını qətlə yetirirsə, biz bunu bir ildən artıq bir müddətdən sonra açırıqsa və öyrənirik ki, bunu Heydər İlkin tamah məqsədini eləyib, özü də öz həyat yoldaşı ilə bunu əslində bizim o zəhmətimiz bir növ mənəvi nöqteyi nəzərdən hədər gedir. Öz anasını həyatdan məhrum edir tamam məqsədi ilə. Bunu deməyə bunu heç söz tapa bilmirsən. Lakin artıq bu bir faktdır. Biz bu reallıqla həm də barışırıq. Hardasa, belə demək mümkündürsə, Heydər İlkin öz həyat yoldaşı ilə cinayət əlaqəsinə girib doğma anasını qətlə yetirmiş. Bu hadisə baş verəndən sonra İlkin özünə məxsus məharətlə, çünki Heydər İlkin onun şəxsiyyəti bunu mənə imkan verir deyim. Əvvəllər də məhkum olmuş adamdır, əvvəllər ağır cinayət törətdiyinə görə 7 il müddətinə azadlıqdan məhrum edilmiş. Sonra da demək olar ki, tez-tez belə cinayətlər, çünki istintaq zamanı biz müəyyən etdik ki, 2002-ci ilin avqust ayında Heydər İlkin Nizami rayon ərazisində də bir nəfər qadına qarşı soyğunçuluq cinayəti törətmişdi. Çox təəssüf ki, Nizami rayon polis əməkdaşları bu cinayətə bir növ barmaq arası baxmış, faktiki olaraq cinayət hadisəsi hesabatdan gizlədilmişdi. Daha bir neçə gündən sonra İlkin Heydərov əldə etdiyi qızıl zinət əşyalarından bəzilərini Səbalı rayonunda yerləşən qızıl mağazalarından birində satır. Nəyi satır bu ağsaqal kişiyə? Onu dəqiq bilmirəm. Ya yüzüğü verdin ya. Əvvəlki, yoxsa sonraki? Qətl hadisəsindən götürdüyü yüzü, yoxsa? Bilmirəm, dəqiq bilmirəm hansını kimə satdım. Prosta satdım onları. Hamısını bu ağsaqala satdınız, yoxsa? Yaxın gəlin ağsaqal. Yerini keçmin, bura gəlin, yaxın gəlin. Hamısını bura satdınız? Ya birini bir nəfərə verdim, axsaqala. Birini o birisi nəfərə verdim. Qaçda olun, sizə sual verin. Xahiş edirəm. Onun ifadəsinin yerində yoxlanması. İfadəsi yerində yoxlanması. Çünki yox. Qulaq asın mənə, xahiş edirəm mən sizə. Deməli, biri bu idi. İkinci deyirsiniz, siz gəldi o pəncərə yaxınlaşdırır. Yox, bu qardaşdır. Nasıl bu? Nə? Qırmızı köynək zəhmətini çağırın bura. Özünüzlə gəlin, bırak saçalım. Pul lazımdır, satdım. Bu ağsaqqala satdığınız ağsaqqalı satıcı, yəni də öyrənəcək damları, ona hansı bir əşyalarını satdınız? Onu bilmirəm, dəqiq bilmirəm nə satdım. Nasıl bilirəm ki, bunları satdım ben, amma hansını Yaxşı, buna əvvəl satmışsınız, yoxsa cavadan əvvəl satmışsınız? Onu bilmirəm də dəqiq, hansı idisə. Sen satımlarına təqdim eləmişsin ona. Hər hansı bir sənət təqdim eləmirsiniz ona? Yox. Sən sənət tələb elədilər? Yox. Hardasa deməli yazdılar qeydiyyata, kitaba saldılar, nə? Yox, dedim qızıl bunu ölçdülər, Hə. neçiyədir, bir də satıram. İş üzrə təqsirləndirilən İlkin Heydərovun həyat yoldaşı Vüsalə tanınmaya təqdim edilən əşyalar arasında istifadə etdikləri qabı tanıyır və həmin gecə İlkinin anasını qətlə yetirəndən sonra mərhumun cəsədini qattalayaraq məhz həmin qaba yerləşdirdiyini bildirir. Vüsalə qaynanasının meyidinin gizlədilməsi epizodu ilə bağlı ifadəsində özünün orada iştirak etmədiyini sübut etməyə çalışır. Lakin onun dedikləri həqiqətə uyğun gəlmir. Çünki İlkin Heydərov meyidi tək pilləkənlərlə düşürə bilməzdi. Ona kimsə mütləq kömək etməli idi. Həmin qanuna sizə təqdim olunca bir neçə qanunların içərisində tanıya bilərsiniz. Xahiş edirəm, onda durun. Baxın, 4 dənə qanun var. Diqqətlə baxın, göstərin. Yaxınlaşın və hansıdırsa onu göstərin. Hansı qanun? O qanundur. Onu harasını tanımışsınız?
Bir dənə xahiş edirəm. Bəlkə ucundan danışmıyoruz düşür. Həmin vandanı niyə görə tanıdırsınız? Biz daimanda patarıyıq. Ben həmin vandanı da tanımışım. O belə kimlərdən Şimdi xahiş edirəm o vandanı götürün qoyun yerine. Həmin vandanı. O vandanı qoyun qoyunuzda xahiş edirəm. Qoyun yerine xahiş edirəm. Şimdi göstərin görür deməli. Deyirsiniz meydi qoydunuz vandanın içine. Meydi oturdu vandanın içine arkadaşlar. Ve vandanın hansı tərəfindən meydin nə qədər təxminən çıxırdı? Gör tərəfindən çıxırdı. Bəs o hansı formada aparırdı vandanı? İlkin. Necə göstərə bilərsə, əlinizdən göstərin. Necə yapın? Benimki həm burasına yapmışlar, həm də o məhbidin Məhdun uclarından deməli öz dalıyla sürüyürdü vandanı. Qaldırmadan, yerdən qaldırmadan. Nereye yer var idi ki, suyurdu, yer var ki, kaldırır. Xotaç qaldıra bilməz bunun için. Onda bir ama ne deyil ki, məcbur kaldırır. Və siz də o biri ucundan tapıb qaldırdınız da ondan, qurpundan. Dedi ki, arkadan məni dartırdılar, gələcək. Ya da siz də o vaxtı vandanın o biri qulpundan qaldırdınız, kömək ediniz. O hansı yerdə oldu ki, o vandanı qaldırmağa ehtiyac olurdu? Hansı yerdə? Deməli, siz 4-cü mərtəbədə yaşamışsınız. 4-cü mərtəbədən 1-ci mərtəbəyə düşənə kimi neçə halda oldu ki, siz onu qaldırdınız? Və niyə görə qaldırdınız? O keçiklər ki var, hər günlər Həmən yerdədir. Siz bunu pilləkənlərlə çıxdınız, yoxsa liftlə, pilləkənlə? Bəs küçəyə çıxandan sonra? Küçəyə çıxandan sonra o torpağın üstündə veriyorlar, o ki, onun üstündə baxaqdır. Torpağın üstündə vandanı sürüşdürmək. Deməli, torpağın üstündə artıq vandanı sürüşdürdü. Siz də arkasından basıyordunuz, yoxsa? Basıyordunuz. Ki, itələ girin, əgər ilişirsə. İlişirsə, təbii. Deməli, ora qədər siz, o göstərdiyiniz yerə qədər, lüka qədər 200 apardınız. Və sonra? Sonra mən qayıtdım, mən qaldım. Qayıtdınız yer. Başqa əlavəz var? O meyli deməli Luka yaxınlaşdıranda, Lukun ağzı açıq idi, bağlı idi? Bağlı idi. Deməli orada nə var idi? Taxta parçası var idi, yoxsa dəmir parçası? Lukun öz qapağı var idi. Öz qapağı. O qapağı kim açdı? Öz açdı. Nəyini açdı? O elə götürdü, əlindən qoydu. Onu götürüb qoymaq mümkündür. Bu günləri özünüz də gördünüz ki... Bilirəm, onu bilmirəm, qabaqdan açılmış, elə adi halda qaldı. Açılmış. Yox, siz deyirsiniz ki, o getdi arasa, gəldi ki, mən... Deməli, siz belə fikirdəsiniz ki, o qabaqdan hazırlamışdı o yeri. Yəni, öldürəndən sonra... Çünki o cür rahat açmaq olmaz. Kişi deyilən şəxs öz anasını həyatdan məhrum edir, onun xüsusi mülkiyyətində olan mənzilini ələ keçirmək üçün nə dərəcədə dəhşətli bir faktdır. Və sonra da hüquq mühafizə orqanlarına anam itmişdi deyib, onu itkin düşdüyü barədə yalan məlumat verir. Və çox təəssüf ki, bizim Suraxanı rayon polis bölməsinin də əməkdaşları bu dırnaqarası itkin düşmə faktına dırnaqarası münasibət bəsləyirlər. Uzun müddət bu fakt açılmamış qalır və hətta belə desək, demək mümkünsə Heydər Əliyev qurduğu oyuna inanırlar. Güya ki, doğrudan da onun anası itkin düşüb və onu axtarırlar, meydini tapa bilmirlər. Sözü gedən cinayət hadisəsinin törədilməsinin əsas səbəblərindən biri mənzil məsələsi hesab edilir. Çünki Seyfə Heydərovanı qətlə yetirib izini itirəndən sonra mənzil qeydiyyatında olan İlkin və Vüsalə evi satmaq niyyətində olublar. İlkin Heydərovun kiçik qardaşı İlham və bacısı Ofeliya həmin evdə qeydiyyata alınmayıblar. Uzun müddət ərzində anasının axtarışında ən maraqlı şəxs olan İlham Heydərov kriminal verilişində nümayiş etdirilən axtarış xəttinin birinci hissəsindən 2 ay sonra istintaq orqanı tərəfindən şübhəli şəxs kimi tutulan qardaşı İlkinin nağdan saxlanıldığını güman edir. Lakin zaman əsl həqiqəti üzə çıxarır və qatilin kimliyi bəlli olur. İlkin Heydərov adi soyğunçuluq hadisəsinə görə 2 saylı istintaq təcridxanasında saxlanıldığı zaman Vüsalə Heydərovanın əri üçün göndərdiyi çörəyin içindən aşkar edilən kağız parçasında yazılan "Özünə qəsd elə, lakin mən tutulmayım. Qoy hamı fikirləşsin ki, səni polis işçiləri nağdan tutublar. Sənin boynuna ananın ölüm işini qoyduqlarına görə özünü öldürmüsən" sözləri bir daha təsdiq edir.
Məhz bundan sonra Vüsalə Heydərova ilə dindirmələr başlayır və aprel ayının əvvəlində Vüsalə qaynanasının cəsədini gizlətdikləri yeri göstərdikdən sonra İlkin Heydərov gecə ilə İstintaq Təcridxanasından Suraxanı rayon polis idarəsinə gətirilir və nəhayət başa düşür ki, həqiqəti gizlətməyin heç bir mənası yoxdur. İstintaqın müəyyən mərhələsində Vüsalə Heydərovanın cəzasını yüngülləşdirmək üçün cinayət işi üzrə ona qarşı irəli sürülən cinayət məcəlləsinin maddələrini dəyişməyə cəhd göstərənlər də olub. Maraqlıdır neyin naminə. Lakin yenə də mərhumun kiçik oğlu və başqa qohumları tərəfindən yuxarı instansiyalara yazdıqları şikayət ərizələri nəticəsində hər ikisinə eyni maddələr verilib və ittiham aktında bu cinayətin məhz planlaşdırılmış şəkildə həyata keçirilməsi qeyd edilib. Siz deməli meyidi dərhal o sarıyıb qutaran kimi çıxartdınız çölə, yoxsa gözlədiniz bir müddət? Mən düşdüm, bilmədim, hələ bağlamamışdan qabaq mən bilmədim neyim, harap-varam, gecətməyini. Mən düşdüm aşağı, gedim baxım görüm bir harası bir birimi qoyum ki, sonra aparıb baxdım. Düşdüm, podval bağlı idi, bir yanları getdim, baxdım, işləmədim. Bir qaydamda, bir bağın yanında telefon gözünü soxaşdı. Şimdi nədirsə bu, qayıtdım, gəldim, yoldaşım ağlayırdı orada. Bir də bu baxma, narahat olma, hər şey yaxşı olacaq. Atörka götürdüm, gittim oradan. Atörka ilə açtım. Kaldırdım, çektim böyle, gördüm boşluğu, biraz bum var. Axı gecə vaxtı necə gördünüz Lükdə? Gecə zajqal yəni. Sonra çektim onu, yeri belə saxladım. Yanında gezdim. nəyi çəkdiniz? Luku, Qapağına. ki görüm, hiç kim görmür, bakmıyor, bakan yok görmür. Oraya gittim, buraya geldim, biraz geldim aslında. Ses küy Biraz geldi. uzadan danışır, səsi düşsün. Namazdan sesleri gelirdi. Dedim ben yatmıyorum, yatsın hamısı. Geldim oturdum yoldaşım biraz sakitleştirdim ki sakit ol da, orada keçişsiz oldu da, orada. Olduya çarə yoxdur, Sonra bağlayandan sonra biraz dayanır, sonra vaxt durur, aparım bunu, sonra hiç kim görmüyorsun. Onu da apardım aşağı. Və siz fikirləşmədiniz ki, bu vaxtda kimsə rast gələr və yaxud şöyle rast gələr, yoxsa siz onu elə bilmirsiniz ki, orada artıq bilinmirdi ki, insan mıydı? Belə bilinmirdi. Niyə olmaz, nə bilinmir, fikirləşmədim. Siz vannanı pilləkənlərlə sürüşdürəndə səs gəlirdi, yoxsa? Tık tık böyle sesler gelir, yavaş yavaş sürüştürüyor. Yəni siz qaldırmadan buraxırdınız da o Böyle sürüştürdüm, böyle sürüştürdüm, bir de aşağıda tık değildi. Bəs nə vaxtdır o qaldırmağa kömək edirdi yoldaşlar? Bu barcur yerlerde, şahın ağzında, bir de avrat yerlerde ki biraz çalışmıyor. Getdiniz də? Buradan necə? Yani çekiyordum, böyle aşağı bırakırdım, saklayıp Bəs bu sarı həmin vaxtı bir sarı yandı diyor. yuxarı tərəfdən yapışır? Yox. Meyitdən yapışır? Yok, Hə. Akşam da var. Hə, biraz uzadan danış, səs yox. Çeke götürüyor. Aşağı koy. Hə. Burada da kayabilir. Dedim ki ben oradan o yana, dedim ki ben biraz kömeriyle gideyim, ses gelmez. Kimə deyirsiniz? Müsaadiyə deyirsiniz. Arvadın müsaadiyə deyirsiniz. Burada tıpkı elədiyinə görə, istəyirsiniz ki, başqa yerdə o səs çıxmasın ki, qonşular eşidəmlər. Elə deyil. Burada da hamısını aparacaq kuşdur. Siz bu, deməli, belə ki, axıra kimi düşdünüz, siz burada və yaxud çöldə, yuxarı çıxana kimi, qabağında kimsə gəldi. O şimdi bu üsullarda çıxdınız küçüyə. Gətirdiniz bura. Burada yok idi. Görkəm danışır. Bu meydi burada? Bu muydu? Bunlar önce o yeriniz bədən hissələri sürüyüb. Hə, sonra? Möhkəm danışır. Biraz ucadan danış, ucadan. Qabaqcadan buranı mən tapdım yeri. Sizə dediyimiz kimi. Buradan sallıqını çəkdim belə bunu bu yana. Nəyə salmışsın oradan? Ucadan danış, sən biraz yaxındır ona. Atverko ilə, hə. Çəkdim bu yana, götürüb koydum içəri. Yoldaşıma dedim, sən get günən, söz. Mən də gəlirəm, görməsin. Bir lükla bırakma bağladım. Yavaş yavaş, düz ağır lük idi. Bağladım, qırağını bir yana qumladım. Möhkəm danış. Qum vurdum, görünməsin. Üstünə yan qum vurdunuz ki, Qırağını görünməsin. da bilinməsin. Getdiniz evə. Evə getdim, bəli.
vannanın uzunluğu 1 metr 60 sant ola bilməz. Belə vanna olmur. Bunda belə çıxır ki, siz deyirsiniz ki, vannaya oturdu, bir bala çıxmışdı. Bu 2 qat idi bunda meyli sarıdır. Belə çıxırdı. Sıxanda yedik ki. Yox, sıxanda Yani meyli... hiç yoktu siz orada olmasa yani siz görmüyorsunuz ki bu Bizə də sağından sonra bu olmaz. Yani başını ayağının tarafına götürün. Ayağı gətirdi baş tərəfə, yoxsa baş arxan da ayağı tərəfə? Qatliamda. Yox, salfanın altı ki var, yəni oradan möhkəm sıxdı. Elə bir o öz-özündən elə bir bala yığıldı. Göstərə bilərsiniz mi? Bu hesab edin ki, adamdır. Vallahi adam bunun içində, bu da salfandır. Göstərir, necə elədir? Deməli, beləsinə bağladı. Belə. Belə bağladı. Yox, belə açıq idi. Bunu göstərir də qaç. Məhdini belə dolayanda. Hə, məhdini deməli aşağıdan belə saldı, sıxdı möhkəm. Hə, onu belə. Bir də belə sıxdı ortasından. 4 bağlı. Bu ağır cinayət bir ildən artıq da olsa açılmamış qalsa da sonradan əgər demək belə mümkünsə mən belə deyərdim ki Uca Allahın Tanrının köməkliyi ilə bu ağır cinayət açıldı. Belə deyirlər ki nahaq qan yerdə qalmaz. Bu ən nahaq qan idi. Bu mənim müstəntiq prokurorluq təcrübəmdə mənim rast gəldiyim ən dəhşətli və mənim beynimdə, qəlbimdə özünün mənfi izlərini buraxan bir ən ağır hadisədir. İlk günlər Seyfə, mərhum Seyfə Səbətullah qızının ölüm işində ilk günlər bizə ilkinin həyat yoldaşı, dostu, belə demək mümkünsə, Cəfərov Vüsalə ilk günlər müxtəlif bəhanələrlə bizim tutduğumuz düz yoldan çəkindirməyə çalışırdı. Vüsalənin ilkinə istintaq izolatoruna ötürdüyü yazılar, ona göndərdiyi xəbərlər, bizim üzərimiz, onun üzərində aparılan əməliyyat istintaq tədbirləri son nəticədə Vüsalənin ilk növbədə birinci olaraq Vüsalənin bu cinayəti etiraf etməsini gətirib çıxardı. Vüsalə, belə demək mümkünsə, mütəbər sübutlar qarşısında aciz qalıb bu cinayəti birgə törətdiklərini və ərinə, ilkinə necə yaxından köməklik elətdiyini. İlkin və Vüsalə Heydərovların məhkəmə prosesi 2003-cü ilin iyul-avqust aylarında keçirilir. Proses başlanandan İlkin Heydərov təqidlə cinayət işinin yenidən istintaqa qaytarılmasını tələb edir. Xahiş edirəm, dəstək edin. Dəstək edilməkdə bir araşdırma sürəcindən var, nə yox? Ondan sonra dəstək edilməkdə. Belə şəkildə. Müttəhim Vüsalə Heydərova bu cinayətin törədilməsindən xəbərsiz olduğunu söyləyir. Hadisəni ilkin ona danışdıqdan və o qaynanasını artıq keçinmiş vəziyyətdə görəndən sonra doğrudan da polis bölməsinə məlumat vermək istəyində olduğunu bildirir. Amma nədənsə iradəsindən asılı olmayaraq həyat yoldaşının tapşırıqlarına əməl edib. Məhkəmədə ifadə verməyə bilərsiniz, verilən suallara cavab verməyə bilərsiniz. Bu sizin barənizdə məhkəmə tərəfindən hər hansı bir qərarın qəbul edilməsində mənfi təsir göstərib, sizin vəziyyətinizi ağırlaşdıra bilir. Bununla yanaşı, məhkəmə sizə təklif edir ki, könüllü ehtiraf, əməlli könüllü ehtiraf eləyib, səmi peşmançılıq çəkmək, gələcəkdə deməli, sizin barənizdə hər hansı bir qərar qəbul edərkən məsuliyyəti yüngülləşdirən hal kimi nədir alınır? Aydındır ikincədir. Cəfərova, siz əyləşən. İndi Heydərov, buyurun. Deməli, sərbəst ifadə üçün sizə söz verilir. Bu hadisə necə olubdu? Siz ananızla nə vaxtdan evlərindən sonra yaşayırdınız? Aranızda nə münasibət olubdu və gəlsən hadisə gününə. Hadisə günü siz hardan gəlmişsiniz? Yenə aranızda nə söhbət olub və ondan sonraki. Aydındır?
Aydın, bu vəsadəti mən öyrənmək istəyirdim. Bu istintaqa veriləcəkdi bu hər hazırlıqda. Yəni. Valla qanunla istintaya kobud qanun pozuntuda yol vericisi də göndərilir. İndi burada məhkəmə araşdırılmasıdır. Sən indi əgər etirazın varsa, razı duyursansa, deməli, çıxışında göstərsən hamısını, müdafiəçin buradadır, biz sübutları araşdırırıq, şahidləri dindirik, ondan sonra müəyyənləşdiririk sənin təqdirini. Aydındır? Buyur, danış görək nə tər olurdu? 28 mart ayında, deməli, mən yas yerindən iş yoldaşımız vardı. Əvvəl anam da orada onların işini aparırdı, xalq işini. Sən ondan başla ki, o evdə kimlərlə yaşayırsan? Mən o evdə kimlərdir? mən yaşayıram, qardaşım İlham yaşayır, bacım Afeliya yaşayır. Bir də ki, həyat yoldaşım Salih. Bir də rəhmətli yana. Rəhmətli. Buyurun. Həmin gün nə oldu? Həmin gün mən evə gəldim. Mən demək istəyirəm ki, bu ölümdə mən iştirak eləməmişəm, mən öldürməmişəm. Danış görək, həmin gün nə oldu da? Danış ondan mən evə gələndə mənim atam bizdə evdə idi. Həmin atam indi oradadır. Hadisə? Bəli. Sonra? Mən gəldim, evdə spor gedirdi, qırğın gedirdi. Hələ ayaqqabılarımı çıxartdım, evə keçəndə mənim mama qoymadı. Dedi, sən çıx, gilan, qarışma bizim işimizə. Siz niyə gedib çıxırsınız? Proses zamanı. Orada şahidlər var, yəni nəsə onlara demək istəyirsiniz? O Səftərin yoldaşı. Səftərin yoldaşı. Buyur. Onlar o çıxsın. Bu şahid gözü ondan çıxacaq. Gələcəkdə o şəxslərin yoldaşının bildirilməsi ifadə vəsədətdə olacaqsa, indidən deyim oxuma. Yoldaş hakim, icazə versəniz, o çıxsın da. Niyə çıxsın, o qularsın da. Tamam, siz də çıxsın. Gözlüyün var. Ağır cinayətlərə dair işlər üzrə məhkəməsinin hökmü ilə əvvəllər məhkum olunan İlkin Heydərov ömürlük, Vüsalə Heydərova 12 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunurlar. Beləliklə, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində 2002-ci ilin mart ayından başlanan müəmmalı, bir ildən çox heç bir nəticəsi olmayan və dəhşətli sonluqla nəticələnən bir kriminal əhvalata təxminən 17 aydan sonra yekun vurulur. Seyfə Heydərovanın cəsədi isə yalnız bir ildən sonra el adəti ilə anadan olduğu Qusar rayonunda dəfn edilir. Bir faktı qeyd edək ki, vaxtilə axtarış xəttinin birinci hissəsini nümayiş etdirərkən cinayətin açılmasına cavabdeh olan şəxslərin əksəriyyəti bunun əleyhinə idi. Onların yanlış fikirlərinə zidd olaraq 2 ay sonra şübhəli şəxsin izinə düşmək mümkün oldu. Daha 4 aydan sonra isə mərhum Seyfə Heydərovanın cəsədi tapıldı.